əhdə riayət etməyin bir çox ictimai faydaları vardır. Onlardan da biri etimadın doğrulmasıdır. Təsəvvür edin ki, bir adam əhdi pozan kimi tanınsa, cəmiyyətdə kim ona etimad eləyə bilər? İstər ailə mühitində, istər iş mühitində, istərsə də digər ictimai münasibətlərdə əhdə vəfasızlıq hansı bir vəziyyətə gətirib çıxara bilər. O cümlədən də təsəvvür edin ki, insanların bir-birinə olan güvən və etimadı itmiş olar. Dövlətlər arasında da olan müqavilələrdə biz bunu görürük. Əgər o müqavilələr, məsələn, bəşəriyyət tarixinə baxdıqda görürük ki, bəzən müharibələrin, qırğınların səbəblərindən biri də hansısa bir tərəfin verdiyi sözə və yaxud imzaladığı müqaviləyə əməl etməməsi olur. Və eyni zamanda biz görürük ki, əziz möminlər, əhdə vəfalı olmağın həm də bir çox psixoloji faydaları vardır. Müasir dövrdə Quran və hədisdə olan bir çox xəbərlər, bir çox əxlaqi keyfiyyətlər müasir elmi nöqteyi nəzərdən, o cümlədən psixoloji, sosioloji və s. təhlil olunur. Biz əhdə vəfalıq mövzusunu psixoloji olaraq təhlil etdikdə görürük ki, çox böyük faydaları var. Əhdə vəfalı olan adam daxilən sabit olur. Daxilən o adamın narahatlığı olmur. İkincisi, özünə hörmət etmiş olur. Psixoloji olaraq əhdə vəfalı adam tədqiqatlar sübut eləyibdir ki, özünə qarşı yüksək güvəni olur həmin adamın. Üçüncü faydası sosial münasibətlərdə fəal olur. Çünki hamı ona inandığından, onun etibarlı olduğundan, əhdinə sadiq olduğundan arxayın olub, onunla hər işi görməyə insanlar can atarlar. Dördüncü faydası budur ki, əhdə vəfalı olmaq stresi insandan uzaqlaşdırır. Bir təsəvvür eləyin ki, bir adama söz vermisən, sözüvə əməl eləməsən, insanı hansı stres bürüyər. Digər bir beşinci faydasını biz görürük ki, şəxsiyyətin bir şəxsiyyət kimi formalaşmasında müstəsna rolu vardır. Bütün bunların hamısı onu göstərir ki, əziz möminlər, həqiqətən də əhdə vəfalı olmaq həm Quran, həm Peyğəmbərimizin, imamlarımızın mübarək kəlamlarında, həm ictimai məsələlərdə və həm də müasir psixoloji tədqiqatlarda özünü o dərəcədə göstərir ki, dini cəhətdən mömin olmağın əlaməti kimi tərənnüm edilir, ictimai və psixoloji cəhətdən insanın bir şəxsiyyət kimi formalaşmasında əhdə vəfalılığın son dərəcədə, necə deyərlər, təsiri vardır. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.